olmayan bir şeyi gösterebilmedikleri için bu mahkeme kapalı geçirilir. Oğlum hiç vaxt siyasetle meşgul olmayıp, yani uydurma bir mahkemedir ve daha yani açık görünmemesi için, yani ki bu cür istintakların bunu kapalı geçirirler. Benim hesap ettiğime göre İqbala psixoloji təsir etmek için. Düşünlər, beyinlər, yani ki necə deyim, çoxunluq olarak bu saat bu təcridxanadadılar. Abdastdır. Biz getmişdik onunla görüşmeye. Onların məhkəməsində biz də Bugün İqbal Əbilovun məhkəmə prosesi davam etdirildi. Yəni biz Bakı İstinad Tədqiqatxanasından onlayn formada qoşulmuşduq. 2 şahid dindirildi. Eyni zamanda özü ifadə verdi, suallara cavab verdi və özünü qəti şəkildə ona qarşı irəli sürmüş ittihamlarla hər hansı bir əlaqəsinin olmadığını bildirdi, ittihamlarla razı olmadığını bildirdi. Və bizim bir sıra vəsatətlərimiz oldu. Həmin vəsatətlər məhkəmə tərəfindən təmin olunmadı və belə başa düşüldü ki, məhkəmə işi tez bir zamanda yekunlaşdırmaq istəyir və bugün dövlət ittihamçısı çıxış etdi və İqbal Əbilova ona qarşı irəli sürmüş 3 maddə üzrə toplam olaraq 19 il azadlıqdan məhrum olunması cəzasını təklif etdi və müdafiə tərəfi çıxışa vaxt istədi və ona görə də məhkəmə prosesi 12 may saat 14:00-da təyin olundu. Bilirsiniz ki, bu məhkəmə prosesi qapalı keçirilir. Ona görə bu prosesdə baş verən məsələn şahidlərin hansı məzmunda ifadə verilməsi, ümumiyyətlə bu səslənmə fikirlərlə bağlı təəssüf ki, biz hər hansı bir fikir bildirə bilmirik. Amma burada yəni ona qarşı bu verilmiş ittihamın əsasını istintaq tərəfindən əldə olunmuş müəyyən sübutlar var ki, hansı ki, həmin sübutları biz mübahisələndiririk. O sübutları mübahisələndirmək üçün bizim müəyyən bir sənədləri təqdim etməyimizə də heç bir imkan yaradılmadı. Yəni biz məhkəmə prosesinin təxirə salınmasını və həmin sənədlərin məhkəməyə təqdim olunması üçün vaxt xahiş etsək də məhkəmə bunu təmin eləmədi və tez bir zamanda işi məhkəmə istinaqını, yəni bizim israrlarımıza baxmayaraq məhkəmə istinaqını yekunlaşdırdı və dövlət ittihamçısı da çıxış elədi. Hələ ki, yəni prosedur qaydası odur ki, indi müdafiə tərəfi ifadə çıxış eləyəcək, ondan sonra İqbal Əbilov son sözünü deyəcək. Heç bir əsası olmadan insanlara qarşı belə işlərin olmasına, yəni mən heç bir yəni açıqlama vermək, yəni ki, elə düşünmək belə mümkün deyil, yəni ki, düşünmək belə mümkün deyil. Özüm güclə saxlayıram. İnşallah. Allah böyükdür.